Ağlıma da gəlməzdi ki, bütöv mandarindən belə gözəl mürəbbə bişirə bilərəm. Ətri, dadı o qədər möhtəşəmdir ki, çayla ləzzət eləyir. Acılığın olmaması üçün bir neçə vacib nüans var. Odur ki, diqqətiniz məndə olsun. Mandarinlərin hər iki tərəfində kiçik deşiklər açırıq. Üzərinə otaq temperaturunda su əlavə edib 15 dəqiqə qaynadırıq. Sonra çox gözlətmədən buz kimi suyun içərisinə alırıq. Bu prosesi 3 dəfə təkrar eləmək lazımdır ki, qabıqdakı acılıq tam çıxsın. Hər dəfə qaynatdığınız və soyutduğunuz suyu yeniləmək mütləqdir. Sonra üzərinə şəkər tozu, mandarin, limon suyu və adi su əlavə edib bişiririk. Ətri bütün evi bürüyən bu mürəbbə həm də C vitamini mənbəyidir. Dostlar, vitamindən söz açmışkən başıma gələn bir hadisəni də sizinlə bölüşmək istəyirəm. Belə ki, havalar soyuyan kimi saçlarım dəhşətli şəkildə tökülməyə başlayırdı. Hələ bu bir qırağa, hər gün qrip olurdum. Sonradan öyrəndim ki, səbəbi günəşdən kifayət qədər D vitamini ala bilməməyim imiş. D elə bir vitamindir ki, onu dadlı yemək və meyvələrdən əldə eləmək mümkün deyil. Amma Multizan D3 10 minə başlayandan belə problemlərim qalmayıb. Həftədə cəmi bir tablet qəbul eləməklə immunitetim gücləndi. Tez-tez qrip olmaq, saç tökülməsi kimi şikayətlərimdən azad oldum. Şəxsən sınamasam tövsiyə eləməzdim. Sağlamlığınızın və özünüzün qeydinə qalın. Hələlik.